Calamızda bitən qamış. Tütəyə dön, qaytar məni. Bir bayatı sal yadıma, qaytarmı ilə qaytar məni. Sal qayanın dür suları, gür bulağın gür suları, o dağların nur suları yaylaqlara qaytar məni. Həm sevincim, həm ahım, ilk ümidim, son pənahım, dil imanım, qibləgahım Qoçuluya qaytar məni. Xoş gördük əziz izləyicilərimiz. Biz bugün Borçalı'nı gəzirik proqramı çərçivəsində Bolnisi Bələdiyyəsinin Qoçulu kəndindəyik və siz də arxa planda gördüyünüz kimi bugünkü verilişimizin mövzusu məhz bu kənddə yerləşən Qoçulu körpüsü haqqında olacaq. Qoçulu körpüsü Gürcüstanda yaşayan Azərbaycanlıların tarixi varlığını bir daha sübuta yetirən bizim tarixi abidəmizdir və biz bugünkü verilişimizdə həm bu tarixi abidənin keçmişi, bununla əlaqədar yayılmış əfsanələr, rəvayətlər, eyni zamanda bugünkü vəziyyəti haqqında da sizləri yaxından tanış edəcəyik və məhz ilk müsahibimiz bu kəndin ziyalısı, el arasında sayılıb seçilən Dilqəm Qoçuludur. Xoş gördük Dilqəm bəy, necəsiniz? Çox sağ olun, təşəkkür İlk öncə təşəkkür edirəm sizə ki, bugün vaxtınızı bizə ayırdınız. Sizə ilk sualım bu olardı ki, istəyirik ki, izləyicilərimiz təbii ki, Qoçulu körpüsü haqqında çox məlumatlar var, amma tarixi cəhətdən, tarixi perspektivdən, bugünkü vəziyyət cəhətdən sizdən bir ziyalı kimi fikirlərinizi öyrənmək istəyərdik. Xahiş edirəm, bu körpünün ilk öncə tarixi haqqında bizə məlumat verin. Kim inşa etdirdi, nə zaman inşa olundu? Eşidirik sizi. Sualınıza görə təşəkkür edirəm, çox sağ olun. Bəli, gördüyünüz kimi Qoçulu körpüsü mənim məlumatlarıma görə, tədqiqatlarıma görə Qoçulu körpüsünün yaşı 1000 ildən yuxarıdır. Təxminən başqa körpülərin salınmasını nəzərə alsaq, buna bənzər əlbəttə Qoçulu körpüsü Borçalıda çoxdur. Buradan yuxarı 2 körpü yenə var. Bu təxminən bu körpü Nizami Əl-Mülkün demək Alp Araçılarının vəziri Nizami Əl-Mülkün dövründə, yəni 11-ci əsrdə salınması ehtimal olunur. Körpünün quruluş cəhətdən Türk memarlıq abidəsi olması faktdır. Bu körpünün memarlıq adı Tağlı Kəmərli Daş körpüdür. Bu körpünün bildiyiniz kimi Mojveren çayının üstündə yerləşir. Bu Mojveren çayı burada ən dar yeridir, körpü burada ona görə salınıbdır. Qayaların üstündədir körpünün dayaq yeri. Əfsanələrə görə körpünün harasındasa bir gizli yerində həmin vəzir qızıl gizlədibmiş ki, körpü dağılandan sonra onun təmirinə xərclənsin. Bu bir əfsanə də ola bilər, həqiqət də ola bilər. O haqda dəqiq məlumatımız yoxdur. Körpünün əhəmiyyəti çox böyükdür. Bu gördüyünüz körpüdən Yağlıca düzündən sürülərin yaylağa çıxması, dağlara, Əyri-Qara, Qararxaca, Göydağa gedən yol hamısı bu körpünün üstündən gedib. Bu körpünün bax bu altında orada çox gözəl bir bulaq var. O bulaqdan burada demək Yağlıcadan gələn sürülər bir günlük yoldur. Axşama burada axşamlayırdılar. O axşamlamağın nəticəsində burada gözəl xalılar, gəvələr, Calada, Dana dağının ətəyində, Molla Abbasın bağında, bunlarda hər sürünün özünün rəhbərinin bir axşamlama yeri olurdu. Samavarlar qurulur, erkəklər kəsilir, toğullar kəsilir və sabahı da təzədən yollarını davam eləyərək Dardaşa kimi gedirdilər. Orada da bir axşamlıq idi. Körpünün başqa bir əhəmiyyəti, bu körpüdən keçəndən sonra burada 8 kənd var. Bu 8 kəndin yolu hamısı bu körpüdən keçir. Və bir şey də qeyd eləmək istəyirəm ki, bu körpü heç müxənnət körpü. 1000 illərdir bu körpüdən heç bir xata gəlməyib Elobiya, xeyrindən başqa. İnsanların gözündə həm tarixi abidə kimi, həm də müqəddəs bir yer kimi körpü bizim xalqın nəzərindədir. Bunu qoruyuruq. Körpünün bugünkü vəziyyəti gözümüzün qabağındadır. Demək olar ki, xırda para işləri nəzərə almasaq, bu körpüyə fundamental heç bir demək olar ki, təmir görməyibdir. Amma elə bir möhkəm körpüdür ki, bu
bu körpünün üstündən sellər axıb, çaylar daşan, çay daşanda ama üstündən su gəlir. Gene yerindədir. Körpümüz bizim üçün göz bəbəyidir, qoruyuruq. Bir neçə dəfə yerli hökumət orqanlarına, parlamentə xahiş eləsək də söz veriblər. Yəqin ki, hava-vaxtsada körpünün taliyi ilə maraqlanacaqlar. Çox sağ olun Dilqəm bəy. Növbəti sualım bu olardı. Təbii ki də körpünün əhəmiyyəti, eyni zamanda tarixi keçmişi haqqında çox maraqlı məlumatlar ötürdünüz. Biraz yenə tarixlə bağlı sual vermək istəyərdim. Bu körpü hansı tarixi mənbələrdə adı keçir və belə bir mənbələr var mı ümumiyyətlə? Məndə olan məlumata görə Borçalı Qarapapaq türklərinin, ayrım tayfalarının yerləşdiyi bu ərazidə bildiyiniz kimi ayrım tayfaları ta Kəlbəcərdən, Laçından, Qubadlıdan, Daşkəsən, Gədəbəy, Qazax zonasının, bunların Qarapapaq türklərinin hamısı ayrım tayfalarına aiddir və Kəlbəcərdə ayrım dərəsində yerləşən bütün kəndlər. Mən o ayrım tayfalarının tarixindən maraqlananda gördüm ki, Strabon, qədim Yunan tarixçisi, Strabonda ayrım tayfaları haqqında məlumat var. O ayrım tayfalarını belə tərif eləyir. Ucaboy, alagöz, azadlıq sevən və yerli hökümdarlara baş əyməyən bir xalqdır. O ayrım tayfalarının kökləri bizdə də var. Bu xalqın burada məskunlaşması, əlbəttə xalq var idi ki, körpü onlara görə tikilir. Demək, bizim eradan əvvələ gedib çıxır. Mən belə öz tədqiqatlarımın nəticəsində belə bir nəticəyə gəlmişəm ki, Borçalıda yaşayan türklər buranın ən qədim yerli xalqlarıdır. Çünki burada toponimlər, yer adları heç bir xalqın dilində yoxdur. Ancaq bizim xalqın dilinə məxsusdur. Adlarını indi yeri gəldikcə sayacağım. Bu körpünün varlığı bu xalqın varlığı ilə təxminən eyni dövrdədir. Bilirsiniz ki, İslama qədər türklərin xristiyan dini də olubdur. Xristiyanlıq burada da yayılır. Ərəblər əlbəttə buraları 9-cu əsrdən başlayıblar zəbt eləməyə. Amma bura dağ və dağ ətəyi yer olduğuna görə ərəb atlarının dırnağı o daşlara dözmədiyinə görə və ərəblərin özləri soyuğa alışmadığına görə 100 il sonra bura xristiyanlıq gəlib. Onlar keçib gediblər böyük yerlərə və Orta Asiyaya. İndiki mənim tədqiqatıma görə dağ yerlərində bir dənə də məscidə rast gəlmək mümkün deyil. Amma Alban kilsələri meydandadır. Burada indi sizə göstərəcəm, o dağın ətəyində Alban kilsəsi var. Bu Alban sözü də düzgün deyil, Alpandır. Alp sözü türk sözündən gəlir. Bu xalq, yəni yuxarıda bir Xaçın kəndi var. Bu körpünün onun yanında da var. Xaçın sözü, Xaç sözü heç bir dildə yoxdur. Bizim dildədir. Xaç nədir? Əbədi həyat deməkdir. O mənası Xaçın. Bu Almanların şeyində də var idi, lozungunda da var idi Xaç. Biz bu günə kimi də Borçalı türkləri orada bir Xaçın məbədi var. Xaçın məbədinə qurban kəsirlər. Bu bizim xristiyanlığın qalıqlarıdır. Yəni onlara mən dedim, orada çobanyan var da pustim. Dedim ki, siz dedim türksünüz. Dəli oldular. Siz dedim türksünüz. Sən niyə çobanyan Allah verdi? Adı Allah verdidir. Fəmili də çobanyandır. Bunların hamısı Qarabağdan, o Xaçın kəndində Qarabağda olan Xaçın çayının adından götürülür. Xaçın kəndi salıblar gəlib və o məlum məsələlərdir, sizə də məlumdur ki, sonra erməni katolikistinə bağlanıblar bir hissəsi. Bax belə. Yəni bu körpünün tarixi çox qədimlərə gedir. Bəs bu körpü ilə əlaqədar xalq arasında, kənd əhalisi arasında yayılmış hər hansı bir rəvayət və əfsanələr varmı? Valla bu körpü haqqında deyilənə görə əlbəttə onsuz olmaz. Bu neçə min illərin
körpüsüdür. Onun haqqında əfsan. Bu körpü deyilənə görə xalq arasında Həzrət Əli buradan keçib gedib. O qalanın altında bir yer var. Onu sizə göstərəcəm. Bir daşa qılınc vurub. Bu Azərbaycan türklərin müxtəlif yerlərdə də olan bir dini əfsanəsinə bənzər, mifologiyadır. Var. Ondan sonra orada bir dəvə daşı var. Bu körpüdən keçib Peyğəmbər əleyhissalam düşmənlərə su apardığına görə güya dəviyə qarğıyıb, dəvə daşa dönüb. O daş şəklində o dəvə böyük bir daşdır, dəviyə oxşuyur. Belə bir əfsanələr var. Aydındır. Bəs turizm baxımından fikirləşirsinizmi ki, buranın potensialı var və növbəti sualım bu olardı ki, məsələn, bu bizim tarixi abidəmizdir və hal-hazırda bu körpü istifadədədir. Amma yaxşı olmazmı ki, başqa bir körpü tikilərdə bu körpü isə tarixi bir abidə kimi saxlanılardı. Çünki istifadə olunacağı təqdirdə bu körpüyə ziyan gələ bilər gələcək perspektivdə. Tamamilə doğrudur. Biz bu məsələni bir neçə dəfə qaldırmışıq ki, bu körpünün tarixi abidə kimi qorunmasını təmin eləsinlər. Bu körpü ha vaxtsa da uça bilər. Bu körpünün uçması, dağılması bizim maddi mədəniyyətimizin dağılması deməkdir. İndi ona o haqda dəfələrlə məsələ qaldırmışıq, söz də verirlər, amma görünür hələ o büdcə buna imkan vermir. Amma bu gec-tez olmalıdır. Hər dəfə rayon rəhbərliyi ilə və yaxud Milli Məclisin üzvləri ilə görüşəndə biz bu məsələni qaldırırıq. Qaldırırıq və hələlik nəticə görmürük. Xüsusilə gənc nəslə, Borçalıda yaşayan Borçalı gənclərinə nə demək istəyərdiniz? Bu tarixi abidələrimizin qorunması, gələcək nəsillərə çatdırılması tərəfindən, təbliği tərəfindən? Əlbəttə, bu tarixi abidələr, maddi, mənəvi bizim mədəniyyətimiz nəsildən nəsilə keçməlidir, hökmən. Biz kiməsə də ötürməliyik. O sevgini, o tarixi, onsuz bizim mədəniyyət məhv olub gedər. Mən gənclərə arzu edirəm ki, daş öz yerində ağırlar, torpağımızın qədrini bilsinlər, torpağımızın üstündə möhkəm dursunlar, onun abidələrini, onun adət-ənənələrini, keçmiş kişilərin şeiriyyətini, sözünü, söhbətini yaddaşlarına daş yazsınlar. Dilqəm müəllim, biz hal-hazırda körpünün aşağı hissəsindəyik. Xüsusilə də bu körpünün maraqlı edən məqamlar haqqında sizdən məlumat almaq istəyərdim. Nə deyə bilərdiniz? Bayaq mən onu unutdum deməyə. Əfsanələrə görə deyilən xalq arasında bu körpü keçi südündən, yumurtanın qarışığından bu sement əvəzinə istifadə olunub. Bax, bu gördüyünüz bu aşağıdakı bulaqdır, bu körpünün bulağı. Bu körpü, bu bulaq min illər bu xalqı üçün yayıb. Gəlib qız gəlin sənəklə buradan su aparıblar. Təəssüf edirəm ki, indi bulaq deyəsən batıbdır. O gənclərin, bizim gənclərin işidir ki, o burada bir saatlıq iş var. Gözünü təmizləsələr, bu bulaq yenə fəaliyyətinə davam eləyər. Görürsünüz, pis gündədir. Amma bu bulaq min illər fəaliyyət göstərib. O gördüyünüz o oyuq da orada durur. O daşın min ildən çox yaşı var. Orada durur və duracaqdır. Bax belə. Körpünün altını görürsünüz. Bu körpünün altına heç bir demək olar ki, o min illər də əl dəyməyib. Necə var elə durur. O Sovet hökumətinin dövründə bu salınan betonu görürsünüz. Çox böyük sellər gəldiyinə görə az qaldı laxlaya uça. Onda o həmən bu beton Sovet dövründə o beton salındı. Körpünün biraz dayaqları möhkəmləndi. Bu çay, körpünün altından keçən çay,
Mojviran çayı. Xalqın o qədər işinə yarayır ki, Xeyirşəhərdə buradan 100 kilolarla balıq tutub Xeyirşəhərimizi yola salırdıq. Yəni bir əcə o köhnə vaxtlarda imkanları zəif olan adamlar özünü verirdi bu çaya, buradan balıq tutub ailəsini saxlayırdı. Və eləcə də kəndimizin mal, qarası, sürülər gəlib bu çaydan su içir. Eləcə də suvarmada istifadə edirik. Müəllim, mən çox maraqlı olardı. Bu körpü son illərdə heç təmir olunubmu dövlət tərəfindən və hansı hissələri təmir olunub? Bu körpünün üstündə birinci Və yaxud Sovet dövründə? Sovet dövründə heç bir burada təmir işi getməyib. Amma körpünün üstündə gördüyünüz asfalt da təxminən 2 ildir şose salınıbdır. Bir də qırağının o görürsünüz çox dağılıb. Oranı biraz təmir eləmişdilər. Son vaxtlar bir 4-5 ildə heç bir təmir görmür bu körpü. Elə bil ki unudulub. O gördüyünüz oyuq orada həmişə saxsı qav olubdu. Ondan gələn gedən yolçu insanlar o saxsı qabı götürüb bulaqdan su içiblər. Körpü gördüyünüz kimi daşların üzərindədir. Daş ən sıx yeridir bayaq dediyim kimi. Körpünün əhəmiyyətini də dedim. Gördüyünüz kimi əzəmətinlə durur, qeyrətinlə durur, türklüyünü, türk ruhunu saxlayır. Bəli, əziz izləyicilərimiz, artıq Qoçulu körpüsü ilə əlaqədar verilişimizin sonuna gəlib çatdıq. Həqiqətən mənim üçün çox bir maraqlı bir mövzu idi və ümid edirəm ki, sizlər üçün də çox maraqlı olacaq. O zaman gələn görüşlərə dək sağlıqla qalın.